Allahın salamı olsun sizlərə, yenə dəyərli izləyicilərim. Belə fikri dayanmışam, yox. Yenə bu Tarkov deyəndə mənə topa tuturlar ki, niyə Tarkov deyirsən? Qardaşım, Xırdalanın Tarkovu, sizə qurban olun, bax. Heydər Parkı, həyəti də çək. Kərbəla, binaları bir dənə çək, binaları görsən, kompleksdir, qardaşım. Bax, şlaqmanla girdin, bu da parkın. Bura balkonumuzdur. 88 kvadrat, 3 otaq. Bax, kombisi, qazı, hamısı kakpolojla qurlaşdırılıb. Hər yeri istipoldur. Bax, balkon qarışır, bu kelmə qranayla ilə düzlənmiş bütün hissələr cabra qardaşım, hamısı istipoldur. Bax, dur orada, bura bizim koridorumuzdur, poldur. Kəbdən buranı göstər, burada belə şey ayrıblar belə. Qladovka kimi nəsə yığdırmağa. Girdin koridorda, bax, bir dənə belə hamamımızdır. Burada da sanuzelimizdir, qardaşım. Bütün aksesuarlar quraşdırılıb. Hamam sanuzeldə istipoldur. Gəl bura, abi. Burada belə xudmani, normalni və belə zalımızdır. Yəni, evdə bir dənə mebeli bir yığ, yaşa. 88 kvadrat, 3 otaq. Və növbəti bir yataq otağımız. Hər otaqdan pəncərə mövcuddur. Yataq otağından da bir dənə belə xudmani balkonumuz var ki, bu da binanın həyətinə baxır. Bu tərəfin qardaşım Heydər Parkıdır, bu tərəfdə buradan çıxdım Təzə Bazardır. Mərkəz. Mərkəzdə olan evləri bilirsən də, Kərbalay çıxardır həmişə. Bu da belə bir xudmani, körpə balağının üstü nəzərdə tutulmuş, detski bir otağımızdır. Mənzilimizin bugünkü günə olan qiyməti. Son qiymət deyəcəm, qardaşım. Gəlib, yəni sahibi deyir ki, bu qiymətdən aşağı vermirəm, yəni. Yeri gördünüz, mərkəz. Yenə bu söz deyəcəm, Tarkov, Xırdalanın Tarkovusu. Sonu 134 min manatdır. Aformiyyə xərcləri də sahibi tərəfindən qarşılanır. Yəni, qarşılanır. Sahibi özü aformiyyə edib verir. Cəmi cümlətanı son qiymət 134 min manat. Allah alanı da xeyir versin, satanı da xeyir versin. 114 əmlak olaraq hər birinizin xidmətindəyik. Allahın amanında olun.